Hər kəs eksimer lazer, yəni eynəkdən azad olma əməliyyatı ola bilərmi? Yoxsa müəyyən məhdudiyyətlər var? Eksimer lazer əməliyyatı tam qorxusuz, təhlükəsiz bir əməliyyatdır. Lakin bütün əməliyyatlar kimi eksimer lazer əməliyyatına da əks göstərişlər mövcuddur. Birinci növbədə keratokonus xəstəliyi və ya keratokonus xəstəliyindən şübhə varsa, belə xəstələr eksimer lazer əməliyyatı oluna bilməz. Son vaxtlarda, yəni son 1 il ərzində əgər eynək nömrələri dəyişilirsə, refraksiya dəyişilirsə, bu xəstələrə də eksimer lazer əməliyyatı eləmək məsləhət deyil. Ağır quru göz simptomu olan xəstələrə eksimer lazer əməliyyatı məsləhət deyil. Bəzi xüsusi xəstəliklər var, immun xəstəlikləri, şəkərli diabetdə eksimer lazer əməliyyatına məsləhət bilmirik. Və katarakta, qlaukoma kimi xəstəliklərdə eksimer lazer əməliyyatı üçün əks göstərişlərdən biridir. Hamilələrə, süd verən qadınlara da lazer əməliyyatında müəyyən gözləmələr lazımdır. Yəni müəyyən müddətdən sonra yenə də eləmək olar. Kimlər eksimer lazer əməliyyatı ola bilər? 18 yaşdan yuxarı şəxslərə aiddir. Refraksiyası son vaxtlarda axırıncı 1 il ərzində dəyişməyən, yəni stabil olan insanlar, başqa xəstəlikləri olmayanlar, bir də buynuz qışlarının ölçüləri uyğun gələnlər. Bundan ötürü həkimə müraciət edirsiniz. Buynuz qışlarının ölçüləri, yəni həm paximetriya, qalınlığı ölçülür, topografiyası, yəni buynuz qışlarının xəritəsi çıxarılır. Əgər onlarda əks göstəriş yoxdursa, sakitliklə eksimer lazer əməliyyatı oluna bilərsiniz.